hörmətli dostlar, gözəl insanlar və gözəl məclis əhli. Hər birinizi bu gözəl gündə, bu gözəl məclisdə, gözəl şadlıqda xoş gördük. Mən baxıram bu gözəl məclisdə elimizin, obamızın hörmətli, dəyərli, gözəl ağsaqqalları, ustadlara eləşir. Mənim sizin kimi hörmətli, dəyərli ustadların, ağsaqqalların qarşısında mən özür istəyirəm. Və sizin kimi hörmətli, dəyərli ağsaqqalların qarşısında mənim çıxış eləməyim mənim üçün həm böyük bir məsuliyyətdir, həm də böyük bir uğurdur, şərəfdir. Allah sizləri qorusun, Allah sizləri var eləsin. Mən də xoş sözlərə, xoş arzulara, xoş diləklərə, xoş təbriklərə qoşulub, mən də hörmətli, dəyərli və